mən dəqiq bilirəm. İlham Əliyev Turizm Universitetini təsis eləyəndə rektora demişdi ki, mən orada negativ şeylər istəmirəm. Keçmiş rektor Cəfər Cəfərov da təxminən 10 il orada işlədi. Universitet çox yüksək səviyyədə inkişaf elədi. İlk üçlüyə düşdü. İlk üçlüyə. Təzə yaranan universitet. 17-ci ya 18-ci ildə orada rəhbərlik dəyişdi. Bir dənə rektor gəldi, bir də prorektor gəldi. Bazara çevrildi. Rəsmi bazara çevrildi. Təsəvvür eləyin ki, universitetə bakalavr diplomu olmayan adamı müəllim təyin eləyirlər. Təsəvvür eləyirsiniz bu nə deməkdir? Bakalavr diplomu yoxdur. Təsəvvür eləyin ki, adam deyəndə vahimə basır, təsəvvür eləyin ki, dövlət təhlükəsizlik xidmətini etiraz elədiyi adamı bunlar xaricə göndərir. Universitetə aid olmayan adamı universitetin xətti ilə xaricə göndərirlər. Nə bilim, jurnal itir. Jurnal itə bilməz, yenə deyil ki, için. Jurnalın itməsinə səbəbkar olanlar qalır qıraqda, müəllimdən izahat alırlar ki, sən orada nə yazmışdın? Və yaxud yüzlərlə faktlar var da, indi bu zəhmət çəksin, indi hər şeydən xəbəri olan baş prokurorluq, Daxili İşlər Naziri, Dövlət Təhlükəsizlik Xidməti, nətər bunlardan xəbəri yoxdur? Zəhmət çəksinlər, araşdırsınlar. Tələbə şikayət edir ki, müəllim məndən rüşvət istəyib. Bu faktlar hüquq mühafizə orqanlarına göndərilmə əvəzinə örtbasdır olunur, tələbə başqa bir universitetə köçürülür və tələbəyə yazdırırlar ki, mən müəllimi şantaj eləmişim. Bu tələbə bilmir şantaj nədir. Təsəvvür eləyin, universitetin adı Turizm və Menecment Universitetidir. Bu prorektor gəlir, menecment ixtisasına qəbulu dayandırır. Sonradan buna başa salırlar ki, sən nə qədər məsuliyyətsiz adamsan, bu universitetin adıdır, bunu eləmək olmaz. Kimdir o prorektorun adı bir də? Deməli, əvvəl Nazirlər Kabinetində işləyirdi, Zaur Bağırov, oradan uzaqlaşdırıldı. Sonra Prezident yanında İdarəçilik Akademiyasında dekan işlədi, oradan uzaqlaşdırıldı, indi gəlib Turizm Universitetində təsəvvür olunmayacaq, orada bir şəbəkə qurulub. Misal üçün,